Bugün birlikdə hazır tiramisu kremindən tiramisu yoxlayacağıq. Belə kedi dili biskvitlərimiz var. Bunları kofedə ısladacağıq. Və üzərindən qaynar su. Qoxusu çox qəşəngdir. Belə sadə tiramisu biskvitidir. Çox sürətli bir şəkildə yumşalır. Biraz əlim yansa da bütün biskvitləri bunun içinə çox qəşəng bir şəkildə düzdüm. İndi gəlirik əsas məsələ tiramisu kreminə. Bunun üçün 250 ml soyuq suda kremin hamısını qatacağam. Qəşəng gəlir. Təəssüf ki, niyə qatı olmadı bilmirəm. Belə maye halında oldu. Düz mayədə deyil, amma krem formasında qatı da deyil. Açığı dadı da heç qəşəng deyil. Ona görə də mən buna özümdən əlavələr eləyəcəm. Biraz chia toxumu qatıram. Mayeliyini biraz götürsün deyə və şirinləşdirsin deyə biraz duzlu karamelli sirop qatacağam. Belə bir şey oldu. Üzərinə tökməyə kakao da yoxdur açığı. Ona görə üzərinə isti şokolad tozunu biraz səpəcəm. Və tiramisu'da heç bir əlaqəsi olmayan belə bir şey alındı. İndi qoyuruq bunu soyuducuda. Soyusun 3-4 saat. Ondan sonra birlikdə kəsəyə baxaq. Açmaq vaxtıdır. Bərkiməyəcək falan dedim. Əməlli başlı bərkiyib, yəni. Dadına baxaq indi. Peçenyası da çox qəşəng yumşalıb. Tiramisu deyil, amma çox ləzzətli bir keksdir.